Bismillahirrahmanirrahim. Mərhum Əllamə Misbah Yəzdi belə bir xatirəni nəql edir. Ayətullah Xərazi atasından, o da Ayətullah Milanidən belə deyib. Bir Nəcəfdə bir böyük alim var idi. Yuxuda bir şəxsiyyəti görür, böyük bir şəxsiyyəti görür. Yuxuda buna deyir ki, öldükdən sonra əməllərimi nəzərdən keçirdilər. Çoxuna irad tutdular. Amma birinə toxunmadılar. Bir gün səhrada ayaqqabım bir ayağımdan çıxmışdı. Mən də bir narazılıq eləmədim. Adətən insan səhrada gəndə isti olaraq ayağı yanar. Bir ayaqqabı ayağımdan çıxdı, narazılıq eləmədim. Dedim ki, əlhəmdülillah. Bu ixlasla deyilən söz mənim üçün əbədi olaraq qalıcı oldu. Nə gözəldir. Əlhəmdülillah. İnsan eşqlə, ixlasla Allaha şükür eləyə. Nəinki xala xətir qalamaq üçün. Allaha şükür, təşəkkür, minnətdaram. Yox, bunun üçün yox. Xalis niyyətdən insan Allaha şükür eləyə. Əlhəmdülillah deyəm. Bilirsiniz əzizlər, bu bəzən bir anın, saf bir niyyətlə deyilmiş bir sözün insanın əbədi taleyində necə mühüm rol oynadığını bəlkə də zamanla görmüsünüz və ya hiss eləmişsiniz. Amma buna qətiyyətlə deyirəm ki, tam əminliklə deyirəm ki, o şey ki, ixlasla edəndə onun bərəkətini görəcəksiniz. Həm ibadətlərinizdə, həm şəxsi həyatınızda, həm ailə münasibətlərində. Allah bizləri şükür eləyən bəndələrindən qərar versin inşallah.